Birləşmələrdən danışırıq. Söz birləşmələri bilirik ki, iki cür olur. İsmi birləşmələr, feili birləşmələr. Əsas tərəfə baxırıq. Yəni sonuncu sözümüz əgər feildirsə, nə olur birləşməmiz? Feili birləşmə. Əgər sonuncu sözümüz feildən başqa digər əsas nitqçələr olarsa, ismi birləşmə adlanır. İndi baxaq, çalışma 1-ə baxırıq. Feili birləşmələrin altından xətt çəkin. Birincini razı oxu. Ova gedəndə, dənizdə çiməndə, yuxuya getmək, ucadan danışan, gül almaq. Bəli, bunlar feili birləşmələr. Bunlar ismi birləşmələri qeyd edilən. İkincidə çalışma 2. Qırmızı alma, meyvənin dadlısı, Bəli. sonra Arifin özü, Bəli. gecənin sonu, qış ayı, Bəli. bir də dərin uyu. Doğrudur. Məsumə çalışma 3. Mətndə söz birləşmələri. Mətndə söz birləşmələrinin altından xətt çəkin, onların ismi yoxsa feili olduğunu tapın. Yay gəldi, burada feili, kəndə. Yox, bu cümlədir. Onda maraqlı yerlər. Maraqlı yerlər, yaşıl meşəlik. Maraqlı yerlər, yaşıl meşələr. Burada ismi olacaq. Ondan sonra təmiz hava. Burada da ismi. Oranın təmiz havasına bu da olar. Bir də kətdə qalanda bu da olacaq. Kətdə qalandan işarələmişim. Burada da Feili feili olacaq. birləşmə. Davam eləyək, deməli. Axır Asiya. Qızın marağı. Verilmiş söz birləşmələrini cümlədə işlədir. Qızın marağı. O qızın marağı kitabını var idi. Bir də cümləni biraz daha düzgün qıraq da. O qızın marağı kitabı var idi. O qızın marağı kitablaradır. Məsələn, belə demək daha doğrudur. Aha. Çayın suyu gücü axırdı. Bəli. Sözün düzü. O sözün düzünü deyirdi. Sözün düzü Yaxşıdır. Sözün düzü yaxşıdır. Həmişə sözün düzünü deyir. Sözün Paltar düzü almaq. həmişə məsələn necə Paltar almaq. Xalam bizə paltar aldı. O paltar. paltar almaq istədi. İstədi aldı. Sonra davam eləyək. Oxunurlar. Birləşmələri Birləşmə uyğun uyğun yerlərə yazın. Ətili göz ismi birləşmə, dərsə gələndə feili Dərsə birləşmə, gələn. dənizin havası ismi birləşmə, kitab oxuyanda feili birləşmə, ağıllı qız ismi birləşmə, qəzetə oxumaq feili birləşmə, gül almaq feili ismi birləşmə, ağır. Ağır vedirəm. Bu da olacaq nə? İsmi birləşmə. Cümlələrdə söz birləşmələrinin altına xətt çəkin, onların növünü yazın. Meşədən qaydanda yolu azdıq. Meşədən qaydanda feili. Olacaq feil birləşmə. Bəli. Gecənin xeyrinənsə gündüzün şəyaxçı, gündüzün şəri Bəli. ismi. Aytənin qələmi əlindən yerə düşdü. Aytənin qələmi. Aytənin qələmi bu da olacaq ismi. Bu məsələni həll etməli, məsələni həll etməli. Bu məsələni. həll etməli. Bu məsələni bu da olacaq Bu ismi. məsələni Həll etmək mürəkkəb feildir. Davam edək. Oxu Raziya. Nöqtələrin yerinə uyğun isim birləşmələri yazın. Qazanan şagirdinə təbrik etdik. İsmi birləşmə. Söz birləşməsi. İsmi birləşmə yazmalısan. Uğurlu şagirdləri təbrik etdi. O müəllim şagirdləri uğur təbrik etdi. qazanan şagird ismi birləşmə olsun da, qazanan olmaz hə. Onun yaşıl mənim gözlərimsə qəhvəyi idi. Onun gözləri yaşıl, mənim gözlərimsə qəhvəyi idi. Hə, onun gözləri olar. Paltar çəkəm. Onun paltarı Ustanın paltarı çirklənmişdir. Buna görə də anası əyni dəyişdi. Uşağın paltarı çirklənmişdi. Buna görə də anası onun əynini dəyişdi. Anası əynini dəyişdi. Sonra Anam dadlı tort pişirdi. tort bişirmişdi. Anam dadlı tort bişirmişdi. Olar. Davam edək. Oxu Nurlan. Feili birləşmələri seçib cümlədə işlədin. Söz deyəndə, gül dərəndə. Cümlədə işlə. Söz deyəndə eşitdim. O bacıma söz deyəndə mən də eşitdim. Biz gül
dərdik. Olmaz. Güldərən dəlmə tikan batdı. Biz güldərəndə, Qaçdı. o güldərəndə əlində tikan batdı. Demək daha doğrudur. Davam edək. Hansı cümlədə ismi birləşmə var? Biz səs gələn tərəfə getdik. Səs gələn. Səs gələn ismi deyil heç. Biz ağacın hündürlüyünə heyranlıqla baxırıq. Bəli, ağacın hündürlüyünə. Hansı feili birləşmə deyil, ananın dərdi. Bəli, ismi birləşmədir. Doğrudur. Oxunurlar. Doğru uyğunluq hansıdır? B variantı. Bəli. Uyğunlaşdıraq. Deməli, ismi birləşmələrimiz olacaq C və D. Qızın saçları, yeməyin dadı, 2-də. Feil birləşmələrimiz olacaq A və B. Su içəndə qapını döymək. Doğrudur, B variantı. Oxu. Hansı feili birləşmədir? Top oynayanda. Top oynayanda bəli, feil birləşmədir. Oxu. Hansı cümlədəki isim birləşmənin hər iki tərəfi düzəltmə sözdən ibarətdir. Çantanın bəzəyi qeyri-adidir. Çanta sözü sadədir. Biz maraqlı görüşə bütün Bəli, müəllimləri maraqlı dəvət sözü etdik. düzəltməli, görüş sözü düzəltməli. D variantı olacaq. Cümlə. Oxu. Uğurun seri birləşməsi haqqında doğru fikir hansıdır? İsmi bilir. Bəli, ismi birləşmədir. Feili birləşmə deyil, hər iki tərəf incə saitlərdən ibarət deyil. Çünki uğur sözündə qalın saitlər var. Tərkibə təsirli çalda olan isim var. Xeyr, buradakı i sözü sirri sözündəki uğurun sirri sözü mənsubiyyətdir. Yəni, yiyəlik halda, belə deyək, yiyəlik halın tələbləri mənsubiyyət qəbul edir. 4-cü sinifdə keçirilmir, amma bəzən testlərdə istifadə olunur. Verilmiş birləşmələrdə neçəsi feili birləşmədir? Səni görəndə dərslərini oxumamış yuxarı çıxmaq 3 dənəsi. Bəli, 3-dən feili birləşmə. Cavab C variantı. Hansı isim birləşmədir? Maşının rəngi. Bəli, ismi birləşmədir. Doğrudur. Oxu, oradan. Sual işarəsinin yerinə hansı sözü yazarsa feili birləşmə yaranar? Don tikmək, don almaq, don geyinmək. Bəli, don geyinmək yazsaq, feili birləşmə yaranar. Oxu. 10. Mən oxumam. Klasterə uyğun gələn birləşmə hansıdır? İsmi birləşmə çətin sınaq, aydın, səma, gülün ətri. Bəli, gülün ətri. Digərləri isə feili birləşmə. Bəli. Oxu. Razıyam. Razı oxuyur məndə. Razı oxu 11. Hansı isim birləşmə hər iki tərəfə indi saitli sözlərdən ibarətdir? Köynəyin rəngi. Bəli, hər ikisi ismi birləşmədir və incə saitlərdən ibarətdir hər iki söz. İsmi və ya feili birləşməyə əsasən məntiqi ardıcılığı necə davam etdirmək olar sənin evin. Burada yalançı uşaq, xeyirli Mən isim insan, birləşmə dəyərli olduğuna məlumat. Bəli, hər bir ismi birləşməli. Biz də axtarırıq. İsmi birləşməli. D variantı olacaq. Sənin evin. Söz birləşmələri ilə bağlı testləri bitirdik.